Yəni bizim milli mənəvi dəyərimiz dini dəyərlərlə bağlanır. 4 fəsildir. Bu fəsilləri nizamı salan var. Allah salımı nizamı. Hər fəslin öz xüsusiyyəti var. Yaz, payızda bir solğunluq var. Qışda bir sərtlik var. Yayda bir, baharda bir dirilik vardı. Təsəvvür edin ki, təbiətdə olan dəyişikliklər insanın zatındadır, bu dəyişikliklər olmalıdır. Təbiətindir. Çünki Allah Taala'nın xəlq etdiklərinin içində 2 dənə demək olar ki, böyük şah əsəri vardı Allahın. Biri insandır, biri təbiətdir. Təbiətdə olan o hadisələr ki vardır, fəsillərdə olan o dəyişikliklər. Yəni buyurur ki, qış sərt olur. Deyir ona ki, insana ki, sənin qəlbin daş olmasın, qış kimi olmasın, dəyişiklik elə yine. Payızda bir solğunluq vardı, bir saralmaq var. Ürəyin solğun olmasın, saralmasın payız kimi. Baharda bir dirilik vardı, oyanış vardı, qəlbin diri olsun. O qəlbin, o necə orada işarə edir, deyir ki, Şah İsmail Xətai deyir ki, qış getdi, yenə bahar gəldi. Fikirlər, həmin Novruzdan danışır. Qış getdi, yenə bahar gəldi, gül bitdi və laləzarı gəldi, güllər bitdi. Quşlar hamısı fəqanə düşdü. Hətta quşlar da başlayırlar Allah'a zikr etməyə, fəqanə söyünürlər də. Eşq oldu yenə bu canə düşdü. Qəlbə o eşqin oldu, yəni dirildi, qəlb dirildi, eşqə gəldi. Ya misal üçün, Seyyid Əzim Şirvani bizim o klassik ədəbiyyatda bu Novruza işarələr vardır. Hər şairdə vardır. Bu Allahla danışır. Deyir ki, biz Allah'a müraciət edir münacatında. Deyir ki, Seyyid Əzim ey nur səməvat-ı zəmin. Allah'a deyir ki, ey yerin göyün işığı. Gəlsin nihansan, görsənmirsən. Amma nəzər-ü arif-i danada əyansan. Arif insanların nəzərində, ağıllı insanların, müdrik insanların, bilikli insanların nəzərində əyansa səni görürlər. Bu deməkdə məqsədi var. Zatın eləyib cümlə-i əşyada təcəllə. Allah deyir. Sənin varlığın hər əşyada görsənir. Necə ki biz deyirik günəş, ay, Allah yaradanlar, dağ, çay, yer. İlahi ilk dəfə günəşin tülü elədiyi gündür Novruz. İlk dəfə günəş tülü eləyib. Allahın yaradılış gündür də. Onu ödəyir ki, zatın eləyib cümlə-i əşyada təcəllə. Musa gözünə tur-i həqiqətdə əyansa. Tur dağında Musa səni danışır, səni görürdü. Yəni batın gözü. Burada bir dənə cümlə söz var. Onu görə dedim bunu. Gah bad-ı səba tək verirsən gülşənə övnəq. Allah'a deyir ha. Bad-ı səba yeri kimi ya bahar gəlir. Bad-ı səba tək gülşənə övnəq versə. Gülüstan oldu alam qəşəng filan. Gah soldurursan gülləri. Fezilləri deyir. Birinci misra bahardır. İkinci misra oldu payız. Gah soldurursan gülləri. Sən bad-ı xəzansan. Sən xəzan küləksən. Gah baharı götürürsən, gah soldurursan. Allah'ın varlığını beytin içində həm də o baharın əzəmətini göstərir bizə. Ona görə də bu Novruz bayramı, bəli, dini bayramdır, amma burada bir dənə məsələ var. Bu məsələ də ondan ibarətdir ki, demək olar ki, İslamın qaydalar 2 hissəyə bölünür. Biri əhkam-ı təsisi deyirlər, biri də əhkam-ı imzai. Əhkam-ı təsisi nədir? Yəni İslam, Peyğəmbərimiz gəlib, namaz olub, Peyğəmbər onu gəlib təkmilləşdirib. Oruc olub, Peyğəmbər onu gəlib təkmilləşdirib. Yəni formalar var da, amma olmağına olub bunlar hamısı. Amma Peyğəmbər əleyhissalam onu kamil şəkildə gəlib, təsis edib İslam bunları. O qanunlar ki var, Firuddindədir bunlar hamısı. Bunlar təsis, İslam özü bunları təsis edibdir. Amma bir də var əhkam-ı imzai. Bir neçə qaydalar var ki, İslamdan qabaq olublar. İslam məsələn, onlardan birini biz götürək də, Quranda 12 ay haqqında məlumat verir. 12 ay, bir dənə mübarək Ramazan ayı adı çəkilir. 4 dənə də həram ay var. 4 dənə həram ay var. Biri Zilqədə, biri Zilhiccə, biri Məhərrəm, biri də Rəcəb. Qadağan haram aydır ki, amma haribə olmaz. Əmin-amanlıq olmalıdır, salamatlıq olmalıdır. Yəni bu, Peyğəmbər gəlib imza eləyəndə bu İslamda yox idi. Bu İslamdan qabaq cəhalət dövründə var idi həmin bu şey. Müharibə olmasın, qan tökülməsin. İslam da bunu deyir. İmzalayıb bunu Peyğəmbər. Yəni qəbul edib ki, biz siz də hörmət eləyin. Siz də bayı qəbul eləyin bunu. Yaxşı. Burada sülh var. Müharibə qadağandır. Novruz da ucurdur. Var hədislərdə. Əli əleyhissalamın adına da var. Peyğəmbərin də adına var. Həzrət Səlman əlində səməni
Gəldi Peyğəmbərin yanına, ya Əli əleyhissalamın yanına, rivayətlər müxtəlifdir. Soruşdu bu gün nə? Bu bayramdır dedi. Ne bayramıdır? Dedi ki bu bayram Novruz bayramıdır. Dedi bunun qaydası necədir bu Novruz? Dedi, Əcəmlər bu bayramı eləyirlər də. Yəni ki ərəb olmayanlar. Dedi ki küsülləri barışdırırıq. Bir-birinə hədiyyə aparırıq. Bir-birini təbrik et. Qəbirlərin ziyarətinə gedirik Novruz bayramında. Quran oxutdururuq onların ruhlarına. Saydı. Misalsa bizim dildə maraqlanan adamlarsındır bunlar. Təbii ki, Peyğəmbər imam bilir nə var. Ancaq o bizə çatdırmayıdan ötürü ki, həqiqətən bu bəyənilib. Qulaq astı Peyğəmbər dedi ona ki, bunların da hamısını İslamdır, biz də elə bulağa deyirik də. Onu öyle imzaladı. Novruz bayramı. İmzaladı ki, yaxçıdır. Siz də bunu hörmətini saxlayın.